Hə, gəlmişəm bax yenə həmən sekretli yerə. Gördüyünüz kimi bax bu cürlə küpdə əsl yarpaq dolması. Arasında bax belə balaca quyruqlar var. Yəni mən indi sizə desəm ki, bir dənə buradan belə iyi eşidirəm ki, gəl görəsən. İndi də birazdan biz bunu dadacağıq. Dolmamız gəldi, dolmanı bəyəndik. İndi də bir dənə kotlet Bakiyevski. Baxın, bu bizim kotlet Bakiyevskimiz. Kotlet Bakiyevskinin də əsas məsələsi odur ki, onu kesəndə içindən onun yağı bəh. Bu premoy püskürdü bizim vulkanlar kimi. Baxın, kotlet Bakiyevski, bax, belə olar. Görün necə kotlet Bakiyevskimiz var. Hə, necə? Bəyəndiniz həmən o kotlet Bakiyevskimi? Mən sizə deyirəm ki, aləmdir. Kim bu kotlet Bakiyevskidən dadmaq istəyir, buyursun gəlsin Elmlər Akademiyasının binasında yerləşən yeməkxanaya. Qiyməti də ki, bir gülməli bir qiymətdir. Deyim sizə qiymətdir. İnanmayacaqsınız. Amma inanmırsınız, gəlin baxın. 3 manat. Qəlbdən qəlbə.